Hansı dövlətlər tərəfindən Azərbaycana qarşı dini müstəvidə hibrid bir savaş aparılır? Bilirsiniz, hibrid savaş elə bir məsələdir ki, onu mən din mütəxəssisiyəm, dinşünasam. Onu əsasən kompleks şəkildə dövlətin konkret strukturları müəyyən edib, analiz edib, ortaya qoymalıdır. Qeyd etdiyim ki, bu elə bir məsələdir ki, bunu bir bəsit şəkildə mən ya başqası bir subyektiv fikir ortaya qoyub, ad çəkib deyə bilmərik ki, konkret olaraq filandır. Çünki ona dəlil lazımdır, sübut lazımdır. O hücumlar elə bir müasir texnologiyaların vasitəsilə həyata keçirilir ki, onun üçün bəlkə də bir nə qədər araşdırma, istintaq, nələr məxfi araşdırmalar getməlidir ki, bu müəyyən olunsun. Biz ancaq mən tutaq ki, gördüyümə, müşahidə etdiyimi, özümün əhatə dairəmə aid olanları müşahidə etdiyim nəticələri deyə bilərəm və mövcud olan hadisələrə uyğun, xüsusən sosial şəbəkələrdə, misal üçün. Din sahəsində bilirsiniz ki, bir çox məsələn, təhdidlər baş verir. Bu, müxtəlif xarici ölkələrdən olur. Bəzən təbii ki, müsəlman ölkələrindən yox, qeyri-müsəlman ölkələrində də İslam adı altında müxtəlif təşkilatlar formalaşdırırlar və bunların sayəsində bir də görürsən ki, Azərbaycanda da tutaq ki, formalaşdı. Bu yaxından bir din peyda oldu. Bilmirəm, indi bunu sadəcə bir misal kimi deyirəm sizə. Əhmədi sülh və nur dini deyilən bir din peyda oldu və bir arada bu aksiya filan da keçirmək istəyirlər ki, bizim dinimizi tanıyın, təşkilatı filanın, güya bunlar sülh bayrağı altında filan. Məsələn, bu qərb ölkələrində yaradılıb. Məsələn, güya ki, İmam Mehdidir, bu adam bir nəfər zühur edir, bir işğal olundan sonra orada bir nəfəri yetişdiriblər, qoyublar ortaya ki, bu məsələn bu sayədir. Təbii ki, bunun indi altında nələrsə var da, bu indi adına da sülh qoyub, indi bu cür olur da yenə dediyim kimi, o zəhəri şərbətdə verirlər də, bunu azı şeylə eləmirlər ki. Ona görə bunu yetişdiriblər, tutaq ki, bunun altında bu qərb ölkəsində yaranıbdır. İndi ölkənin adını çəkməyin bəlkə də yaxşı olmaz, hansı ki, onun başında duranın özünün də yayılıbdır, elə sosial media şəbəkələrdə də var. Deyir ki, filan dövlətdə bəli bizi qeydiyyatdan keçirdilər və şərait yaratdılar ki, nədir deyir, qiblə Məkkədə deyil, qibləni dəyişsin. Quran təhrif olub. Yəni, müsəlmanları nə qədər parçalansalar da ortaq bir neçə dəyəri var da, o əsas sütun sayılır, o stolun ayaqları kimi. Ki, o hamısının deyini qiblədir, Peyğəmbərdir, Qurandır. Artıq onlara müdaxilə edirlər. Bax, bu ideoloji institutlardır qərbin ki, adam çıxıblar ortaya, mən imamam, zühur eləmişəm, Kəbə orada deyilmiş. İordaniyanın Petra şəhərindəymiş. Quran indiki Quran deyilmiş. Təhrif olunubmuş. 5-6 surə əlavə eləyib, deyib, bax, bu Qurandır. Görürsünüz, artıq bu təhlükənin başlanğıcıdır. Məsələn, İranın adını çəkmək olar, açıq buradakı uzun müddətli biz bilirik ki, artıq orada teokratik dövlətdir. Bir tərəfdən də bilirsiniz, mən dedim, dövlət strukturları və quruluş ideologiyası fərqlidir. Orada indi ideoloji bir məzhəbçiliyə əsaslanan dövlət quruluşudur. Məsələn, orada inqilabi ixrac siyasətləri var və s. var da, onların öz proqramları var, ona uyğun. Biz qorunmalıyıq təbii ki, biz dünyəvi sekulyar dövlətik və tolerant dövlətik. Biz heç bir məzhəbçiliyi əsaslanmırıq. Biz tolerantlığımızı, dünyəvəliyimizi qoruyuruq, hüquqi dövlətik. Təbii ki, onların o ideoloji sisteminlə, onların din modelinlə Azərbaycandakı düz gəlməyəcək. Nə olar? Ola bilər dinimiz eyni olsun, məzhəbimiz eyni olsun, lap gözəl olsun. Amma o ideologiya elə bir məsələdir ki, bu bir qədər də tək dini məsələ deyil, biraz da siyasi məsələ. Biraz yox, ümumiyyətlə də bu dövlət ideologiyasından söhbət gedir. Hansı ki, oradan olan təsirlər, nəinki bura hibrid savaş, bu ideologiyanı dəyişmək istəyirlər. Bilirsinizmi? Quruluşu dəyişmək istəyirlər. Bu artıq din pərdəsi altında başqa məsələdir. Bu ideoloji hücumdur artıq. Bax, buna görə qorunmaq lazımdır. Eyni zamanda qeyd etdiyimiz kimi paralel şəkildə aparılır. Bu, narkotik vasitələrlə insanların fiziki bədənini zəhərləmək, ideoloji, bu hibrid zəhərlə, virusla da insanların beynini zəhərləmək. Psixoloji. Onun üçün də düşünüblər, oturub, zəmin hazırlayıblar. Hansı bölgədə hansı məzhəb, hansı təriqət, hansı yolda, hansı fikri desək, adamlar yürüb gedəcək onun dalınca, ona aludədir, tarixi ənənələrdən bunun bazası var, vəssalam. O adla, o istiqamətdə onların beyninə müdaxilə eləməli. Bax, bu şeyləri bizdə düşünən, analiz eləyən, araşdıran müəssisələr olmalıdır, təşkilatlar olmalıdır, insanlar olmalıdır. Bunları biz araşdırıb düşünməliyik. Bəzən elə şeylər var, adam baxır rüya arır. Təəssüf edirsən ki, insanlar o ideoloji zəhərlənmənin, o təhlükənin içinə düşdülər, artıq o virusa yoluxdular.
Bir adamı narkomaniyadan bəlkə də 6 ay ərzində sağaltmaq mümkündür, amma beyni zəhərlənmiş adamı bəlkə də illərlə, əsrlərlə sağaltmaq mümkün deyil. Məhz bu xəstəliyin nəticəsidir ki, elə Mirzə Ələkbər Sabir də məzhəbçiliyi xəstəlik adlandırırdı. Bu gün o xəstəliyi 1300 ildir sağaltmaq mümkün deyil.